Artıq Word-də işarələmə qutucu və ya checkbox funksiyasını axtarmaqla vaxt itirməyəcəksiniz. Bu gün o problemi kökündən həll edirik. Hər kəsə salam dostlar. Bu gün Word-də sənəd hazırlayarkən hamımıza lazım olan işarələmə qutucuğunu, yəni checkbox problemini aradan qaldırırıq. Mən bu funksiyanı öz kompüterimdə, MacBook Air M1-də necə aktivləşdirmək lazım olduğunu göstərəcəm. Mac və Windows versiyaları fərqli olsa da, videonun sonunda bu prosesin Windows kompüterlərində necə edildiyini həm yazılı, həm də səsli olaraq qeyd edəcəyim. Hazırsınızsa başlayaq. Gəlin prosesə birlikdə baxaq. Birinci addım olaraq yuxarıdan Word menüsünü açırıq və Preference bölməsinə keçid edirik. Daha sonra Ribbon Toolbar ikonunu seçirik və sağdakı siyahıda aşağıda Developer sözünü tapıb işarələyirik və Save düyməsini sıxırıq. Bununla da yuxarı panelimizdə Developer bölməsi aktivləşdi. İşarələmə qutucuğunu qoymaq üçün sadəcə biz yuxarıdakı Developer bölməsinə keçid edirik və burada Checkbox düyməsinə klikləyirik. Gəldim, aşağıda gördüyünüz kimi Microsoft Excel, Word, PowerPoint və karyerimdə ilərləmək istəmirəm bölmələri var və bunların birinin yanına tıklayırıq və daha sonra Developer bölməsindən Checkbox-ı üzərinə sıxırıq. Və gördüyünüz kimi İşarələmə qutucuğu artıq Microsoft Excel yazısının yanında yarandı. Əgər biz qutucuğun içinə işarə qoymaq istəyiriksə, bu qutucuğun üzərinə 2 dəfə sürətlə vururuq və Default Value hissəsindən Checked düyməsini seçirik. İşarəni geri götürmək istədikdə isə yenə üzərinə 2 dəfə klikləyib Not Checked düyməsini sıxırıq. Beləliklə qutucuq problemi tam həll edilmiş olur. Söz verdiyim kimi, indi isə gəlin bu prosesin Windows əməliyyat sistemində necə edildiyinə baxaq. İlk addım olaraq yuxarı sol küncdən File bölməsinə daxil oluruq və ən aşağıdakı Options seçiminə klikləyirik. Açılan pəncərədə sol tərəfdən Customize Ribbon hissəsinə keçid edirik. Daha sonra sağ tərəfdəki siyahıda Developer sözünü tapıb qarşısındakı qutucuğu işarələyirik və OK düyməsini sıxırıq. Bununla da yuxarı panelimizdə Developer bölməsi aktivləşir. Qutucuğumuzu sənədə əlavə etmək üçün həmin bölməyə daxil oluruq və sadəcə Checkbox Content Control ikonuna basırıq. Gördüyünüz kimi Windows'da da bu problemi həll etmək çox sadədir. Dostlar, ümid edirəm bu video işinizə yaradı. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.